Ədəbiyyat və Kitab Festivalı keçirilir. Artıq yəni adından da məlum olduğu kimi festival 4-cü ildir keçirilir və hər il demək olar ki, yəni festival maraqlı imza günləri ilə, panellərlə, proqramlarla zəngin keçir. Əziz dinləyicilər, proqramımız davam eləyir və hazırda Gül dəftəri dəqiqələrini sizlərə təqdim edəcəyik. Və bugünkü Gül dəftəri Nigar bint Osmanın və Nigar xanım Rəfibəylinin əziz xatirəsinə həsr olunmuşdu. Və bu 1 saatlıq panelin moderatoru Narıngül xanım Nadirdir. Və qonaqlarımız isə Südabə xanım Sərvi, Xatirə Fərəcli, Reyhan Kənan, Sevinç Kərimova, Kəmalə Səlim. Bir daha sizi salamlayıram və təqdim edirəm Narıngül xanıma. Buyurun Narıngül xanım. Çox sağ olun. Salam əziz dostlar, hər birinizi salamlayıram. Bu gözəl kitab bayramında hər birinizi xoş gördük. Və bugün aparıcımızın da qeyd etdiyi kimi bugün festivalımızda Türkiyə günüdür. Bugünkü günümüz bizim qardaş Türkiyəyə həsr olunub və biz Gül dəftəri panelimizi ənənəvi olaraq qadın şairələrimizin xatirəsinə həsr edirik. Və bugünkü tədbirimizdə Türkiyənin 2 gözəl xanımı, 2 nigarına həsr olunub. Türkiyəli şair Nigar bint Osman və Azərbaycanın tanınmış lirik şairi Nigar Rəfibəyliyə həsr olunub tədbirimiz. Və təsadüfi deyil ki, elə bu 2 nigarı biz eyni tədbirdə, yəni ikisinin adını qoşa çəkməyimiz də təsadüfi deyil və bu 2 nigarı bir-birinə əslində bağlayan çox şeyləri var və mən indi onların kiçik həyat hekayələrini danışarkən bu nüanslara toxunacağam. Nigar bint Osman Türkiyədə 1862-ci ildə İstanbulda Osman Paşanın ailəsində anadan olub. Nigar bint Osman dövrünün ən tanınmış şairlərindən olub. Onun, yəni Nigar bint Osman bir çox dilləri fransız, alman, italyan və təbii ki, türk dilini çox gözəl bilirdi və eyni zamanda o Kadıköy internat məktəbində çox gözəl bir təhsil almışdı, dərs almışdı və dövrünün, yəni daha çox intellektual bir xanımı idi. Şairlikdən əlavə həm də bir mübariz, yəni qadın hüquqları uğrunda mübarizə aparan bir xanım şair idi. Və festivalımızda ümumiyyətlə Türk, yəni adından da göründüyü kimi Türk Dünyası festivalı olduğu üçün hər festivalımız bir türk dilli dövlətə həsr olunur və bugünkü festivalımız bizim doğma, qardaş Türkiyə həsr olunub və bugünkü poeziya saatımız da Türk şairi Nigar bint Osman və tanınmış Azərbaycan şairi Nigar Rəfibəylinin əziz xatirəsinə həsr olunmuşdur. Və ikinci bizim yəni xatirəsini bugün əziz tutduğumuz şair təbii ki, Nigar Rəfibəylidir. Nigar Rəfibəyli lirik şeirləri ilə, yəni duyğulu, məzmunlu lirik şeirləri ilə Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan bir şairədir. Nigar Rəfibəyinin əslində adı yəni Suğra xanım idi, Suğra idi. Onun Nakam bibisinin xatirəsinə ona bu adı vermişdilər. Və Nigar xanım Gəncədə doğulub 1913-cü ildə və o gözəl bir ailədə doğulub. Yəni əslində baxanda belə, ilk baxışdan belə görünərdi ki, o çox xoşbəxt bir, yəni bu qızın çox xoşbəxt bir taleyi olacaq. Çünki onun atası Xudadat bəy Azərbaycanın ilk səhiyyə naziri idi və Gəncədə o 1918-20-ci illər Cümhuriyyətin qurulmasında çox fəal iştirak edənlərdən biri idi. Və eləcə də onun atası Ələkbər Difai Partiyasının qurucularından biri olmuşdu. Və Nigar xanım, və çox təəssüf ki, və Nigar xanım doğulduqdan sonra yalnız 7 yaşına qədər o bu uşaqlıq sevincini, həyatının xoş günlərini yaşaya bildi və Nigar xanımın artıq 7 yaşı olan zaman onun atası Xudadat bəy, yəni ki, Sovet hökumətinin xoşuna gəlmədi. Yəni bir qədər də o erməniləri də var idi burada. Və onlar istəmirdilər ki, belə bir insan təbii ki, Azərbaycanda belə bir tanınmış insan olsun, ali təhsili, xaricdə təhsil almış bir insan, səhiyyə naziri və onlar qarayaxmalarla Gəncə üsyanında onu günahlandırdılar və Xudadat bəy Azərbaycanda Bakıya gətirilərək güllələndi. Türkiyədə bir çox gözəl bir şair var, Nigar bint Osman. Bəlkə bu qızın adını da biz dəyişib Nigar qoyaq və qaynatası da razılaşır və beləliklə bizim tanıdığımız Nigar Rəfibəylinin adı elə Nigar qalır. Yəni Suğra adı dəyişdirərək Nigar qalır. Nigar Rəfibəylinin elə
yaradıcılığını biz yəni bir kənara qoysaq, elə onun Azərbaycana bəxş etdiyi anar kimi bir yazıçıya görə də biz Nigar Rəfibəyliyə öz minnətdarlıq borcumuz, onun xatirəsinə bir minnətdarlıq borcumuz var. Nigar Rəfibəylinin ruhu şad olsun və mən burada bizim şairlərimiz iştirak edirlər Azərbaycanın, müasir Azərbaycanın poeziyasında öz sözünü demiş şairələrdir. İlk olaraq mən sözü şairə Südabə Sərviyə vermək istəyirəm. Südabə xanım da elə Nigar Rəfibəyli yaradıcılığı haqqında yazılar yazıb, onun tədqiqatı ilə bir müddət məşğul olub. Buyur Südabə xanım. Təşəkkür edirəm Narıngül xanım. Əvvəla hər birinizi salamlayıram və Narıngül xanımın buyurduğu kimi mən doğrudan da hələ uşaq yaşlarından Nigar xanıma bağlı olmuşam. Ona görə ki, onun həyat yolu. Nigar xanımın Tulırza Göyçay torpağında doğulub, Məmmədxanlılar nəslindən olub və mən də o torpağın suyunu içib havasını udmuşam. Fuad Köprülü Nigar bint Osmanı Türkiyənin ən böyük qadın şairi adlandırıb. Bir də bizim Nigar xanımı mən niyə sevirəm? Çünki mübarizdir, döyüşkəndir. O ruhuna görə bir neçə şeir var, sadəcə adlarını çəkəcəm. Məsəl üçün Dağlar şeiri, Düşüncələrim, Həbibəyə, Həbibə Məmmədxanlıya bilirsiniz. Sonra indi burada dedilər ayrılıq və mənim də o şeirlərdən təsirlənərək ayrılıq haqqında yazdığım bir şeirim var. Sinənə tuş gələr eşqin havası, biçər ürəyinə həsrət libası, o nakam sevgiyə tutaraq yası, sən məni hələ çox axtaracaqsan. Festivalında bizim Gül Dəftəri adlı poeziya saatımız olur. Panelimiz demək olar ki, hər il bir türk dilli dövlətin xanım şairəsinin əziz xatirəsinə həsr olunur. Çox sağ ol Südabə. Südabə xanım burada Nigar binti Osmanla Nigar Rəfibəylinin taleyindən yəni söz açdı. Doğrudan da bu iki xanımın taleyi çox fərqli olub əslində. Həm oxşar cəhətləri var, həm də fərqli cəhətləri var. Belə ki, Nigar bint Osman taleyindən, yəni həyat yoldaşı ona çox zülümlər edib, yəni onun ailəsində qanı qaraçılıq olub, çox pərişan olub, onun ailəsinə ümumiyyətlə taleyi gətirməyib və onun bütün şeirlərində bu fəryad, bu ah-nalə onun şeirlərində əks olunur. Ancaq Nigar Rəfibəyli isə əksinə onun çox gözəl bir sevgi həyatı, sevgi hekayəsi olub və bizim məşhur Rəsul Rıza onu ömrünün sonuna qədər onu çox böyük bir məhəbbətlə sevib və onların arasındakı bu məhəbbətə aid hekayələr yazılıb, şeirlər yazılıb. Və mən indi istəyərdim Nigar Rəfibəylidən biz bir neçə şeir dinləyək. Bizim çox gözəl yazarımız, eyni zamanda rejissorumuz, qiraətçimiz Kəmalət Səlim Müslüm qızına söz vermək istəyirəm. Kəmalət xanım buyur. Təşəkkür edirəm Narıngül xanım. Sözə, poeziyaya, sənətə dəyər verən hər kəsi alqışlayıram və bu gözəl festivalı bizə bəxş edən təşkilatçılara öz təşəkkürümü bildirirəm. Mən Nigar Rəfibəyli haqqında bir fikri bildirmək istəyirəm ki, onun yaradıcılığında qadın mövzusu çox incə, zərif, eyni zamanda da kəsərli şəkildə keçir. Hətta qırmızı xət kimi keçir demək istəyirəm. Əzizə Cəfərzadənin Azərbaycanın qadın şairləri kitabında yazdığı ön söz kifayət eləyir ki, onun bu sahəyə nə qədər həssas yanaşdığının şahidi olaq. Mənə çıxış etmək təklif olunanda mən bir mənalı olaraq Nigar Rəfibəylini seçdim. Çünki onun ədəbiyyata baxışı, onun problemlərə baxışı o qədər həssas, o qədər sərt, amma eyni zamanda heç kəsin qəlbinə toxunmadan o qədər incə bir şəkillə işlənilir ki, və bu mənim ədəbiyyata olan baxışımla bir mənalı olaraq üst-üstə düşür. Nigar Rəfibəylinin ruhu şad olsun. Mən onun məşhur bir şeirinin adını çəkmək istəyirəm. Mətbəx şeirləri. O həcmcə çox böyük olduğuna görə mən onu burada bugün səsləndirmirəm, vaxtı almamaq üçün. Amma mən onu yazmışam studiyada. Poeziya sevərlərə biz onu təqdim eləyəcəyik.
İndi mən onun kiçik bir şeiri var və onu demək istəyirəm ki, həmin şeir 20-ci əsrdə yaşayıb yaradan nəinki şairlərin, yazıçıların, ümumilikdə bütün sferalarda işləyən qadınların himnidir desək, qətiyyən bəlağətə yol vermiş olmarıq. Nə qədər orada həzin-həzin, incə-incə qadınların, yaradıcı qadınların əziyyətini, özünün yaradıcılığına vaxt çatmadığından gileyinin şahidi oluruq. Amma yenə də optimist, major notlarla tamamlayır həmin şeiri. Bugün Nigar Rəhbəlinin ad günümdə kiçik bir şeiri var, onu təqdim eləyəcəm. Və bu şeir Türk dünyasının ən dəyərli imzalarından biri olan Səbahəddin Əlini mənə xatırladır. Səbahəddin Əli deyir ki, mən pulla satın alına bilməyən şeyləri sevirəm. Dəniz kimi, səma kimi. Beləliklə ad günümdə yaqut inci gətirdim. Sən birinci gətirdin mənə hədiyyələri. Gözünə qurban olum. Gözümdə yoxdur mənim daşqaşların dəyəri. Mənə üfüqləri ver. Ətirli səhəri ver. Göy dənizi bağışla. Üstündən üzüm keçim. Çölü düzü bağışla. Qırğı tək süzüm keçim. Mənə dağ zirvəsi ver. Qartal qumru səsi ver. Geniş göy, saf hava ver. Ürəyimə sevda ver. Ceyran cüyür otlayan yaşıl bir çöl bağışla. Bir də dağlar qoynunda həzin-həzin çağlayan zümrüd bir göl bağışla. Gözümdə yoxdur mənim daşqaşların dəyəri. Mənə üfüqləri ver. Bir də günəş ətirli, aydın səhərləri ver. Təşəkkür edirəm. Çox sağ ol Kəmalə xanım, Nigar Rəfibəylinin və eləcə də Türkiyəli Nigar xanımın, Nigar bint Osmanın ruhu şad olsun. Və indi isə sözü yenə bir şairəmizə vermək istəyirəm. Reyhan Kənan, onun da maraqlı şeirləri var. Buyurun, dinləyin. Çox sağ olun Narıngül xanım. Hər bir kəs salamlayıram. Deməli, hər iki şairə xanımın Nigar bint Osman və Nigar Rəfibəyli ruhları şad olsun. Onlar bu gün yad olunur, xatırlanır. Və mən çox şadam ki, belə gözəl, incə ruhlu şairə xanımların adı ilə başlanan bir tədbirdə iştirak edirəm. Ürəyim o qədər böyük də deyil. Yalnız öz sevgimə, eşqimə damdır. Gözlərim özümün oradansa baxan, bəlkə mən deyiləm, başqa adamdır. Gözümdən boylanıb baxsam da çölə, göz yaşı axanda axıb gedərəm. Ürəyə inməyə izin verməsən, elə gözlərindən çıxıb gedərəm. Özüm öz gözümdə gizlənən gündən, daha dözümlüyəm kədərə, dərdə. Hər zaman işığı görmək istədim, kirpiyim asıldı günəşə pərdə. Elə dəyişdim ki, küstü ürəyim, çevrildim xəyalım boş qalığına. Ya çıxıb gedərəm, ya da bacarsan, öyrəş bu Reyhanın başqalığına. Səsim özümə çatmır, yer məni saxlamır, yer məni çəkmir, əl atıram göyün üzünə çatmır. İndi isə sözü bizim başqa bir şairəmizə söz vermək istəyirəm, Sevinç Arzulu. Söz verəcək bizə təşəkkürlər. Bu kitab festivalında hamımızı xoş gördük. Hər iki şairəmizin, nigarlarımızın ruhu şad olsun. Mən şeirə keçmək istəyirəm. Payız, sözün ocağıma köz gətirmişdi. Səhv də etməmişdi, düz gətirmişdi. Səni gözlərimə yaz gətirmişdi. Gözümdən qəlbimə düşürtdü payız. Günümü gödətdi, yolumu kəsdi. Vaxtsız yüz bozartdı, vədəsiz əsti. Yarpaq töktü, yersiz tələsdi. Sarışın telimi üşütdü payız. Həm kitabların tanıdılması, müəlliflərin tanıdılması, yəni kitabların mübadilə edilməsi olduqca vacib bir məsələdir və bu festivalın əhəmiyyəti çox böyükdür. Aytəkin Mehman qızı bizi səhərdə burada dinləyir, lentə alır bizim çıxışlarımızı və onu da səhnəyə dəvət edirəm. Hamını salamlayıram.
və kiçik şeirlərimlə bir neçəsini sizə səsləndirmək istəyirəm bugün. Mələk olsan, qanadını qırarlar. Qırıq qəlblə səni yola salarlar. Ağa qara, qarıya ağ deyənlər, onsuz sənə yaxşı sözün deməzlər. Arzu edirəm ki, belə festivallar hər il davam etsin şəhərimizdə və biz daha çox kitaba maraq daha da artsın. Və mən indi Aləmzər xanıma söz vermək istəyirəm. Salam, hamınızı xoş gördük. Nicat Əfəbəyli mənim deyim ki, ən sevdiyim şair olub. Onun bir payız axşamı düşsəm yadına, mən yastığımın altında olub həmişə və onun kitabdan demək bütün şeirləri əzbər bilmişəm. Həmişə onun ruhu mənim içimdə olub. Deyir ki, mən niyə baxıram yollara cana, sən ki bu yollardan dönən deyilsən. Bir zaman qoymazdın ürəyim yana, indi bir halımı bilən deyilsən. Hamı bunu sevgi şeiri kimi bilir, amma əslində o Naçam qardaşını yazdığı şeirdir. Və mən bir neçə Nicat xanım haqqında mənim məqalələrim, yazılarım olub. Hətta bir yazma görə Açıq Əfəbəyli məni axtarıb tapmışdı. Dedi ki, hələ Nicat xanım haqqında belə sövrək yazı oxumamışdım. Mən indi sizə bir neçə əzbərimdə olan şeirlər deyəcəm. Gül əllərin əllərimin içindən, uçub getdi mən olmayan ellərə. Gözlərimlə su verirəm o gündən ürəyimdə sən almayan güllərə. Yuxumda da əllərini görürəm, nəzə alınmış əllərinin yuxusu. Əllərindən öncə uçub gəlmişdi əllərinin uçub getmək qorxusu. İndi isə daha bir şairimizə söz vermək istəyirəm, Şəfəq xanım sahibliyə. O da çox astadan pıçıltı ilə adətən şeir deyəndir və mən elə şeir də pıçıltı ilə deyilir əslində. Onun da həzin, pıçıltılı, lirik şeirlərini dinləyək. Sağ ol Narıngül, gözəl şairimiz, gözəl yazıcımız, sənə təşəkkür edirəm. Mən indi öz şeirimi səsləndirmək istəyirəm. Sənə sevmək öyrədəcəyəm. Qonub saçlarına əlim oxuyar, kövrək pıçıltılar, sevgi qoxuyar. Gecələr dərdimi verib yuxuya mən sənə sevməyi öyrədəcəyəm. Unudub fələyin qarğışlarını, isidib taleyin naxışlarını, öpüb çiçək-çiçək baxışlarını mən sənə sevməyi öyrədəcəyəm. O bir saatlıq poeziya saatı artıq sona yaxınlaşır. Mənə elə gəlir ki, panelimiz maraqlı keçdi. Yəni dinlənildi, şairlərimiz şeirlərini söylədilər. Və mən hesab edirəm ki, belə kitab festivallarının keçirilməsi bizim üçün çox vacibdir ölkəmiz üçün.